Ola bilsin ki, elə yazıçılar var, əsərin olmuşa və yazıçının adı yadında qalmıyordur. Amma o əsərin süjeti yadında qalır. Yaxud onun ruhu köçürləmir. 23 may Yazıçılar Birliyinin Natəvan klubunda əməkdar jurnalist, yazıcı, publisist Bahəddin Həzi tələbələrlə görüşüb. Ulduzlu görüşlər artıq uzun müddətdir davam edir, başlayıb. O bir layihədir və biz bunu Xalq Qəzeti ilə birgə, onun baş redaktoru, hörmətli jurnalist dostum Əflatun Almaşovla bir yerdə başladıq ki, Ulduz jurnalı və Xalq Qəzeti belə bir layihə planlaşdırmışdı. İlk dəfə olaraq Pedaqoji Universitetdə görüş keçirdik, sonra davamlı görüşlərimiz oldu. Amma bizim artıq 3-cü ildir ki, Azərbaycan Universiteti ilə bir müqaviləmiz var. Onların İngilis və Azərbaycan filoloqları bizə istehsalat təcrübəsinə gəlir. Əlbəttə, hər bir ədəbin, qələm adamının ürəyindən keçər ki, yeni nəsillə görüşsün. 2 aydan artıqdır ki, biz mütəmadi olaraq məhz bu gənclər üçün ayrıca görüşlər keçirdirik. Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda. Burada çox maraqlı adamlar olub. Seçim həm bizim, həm də təbii ki, universitet rəhbərliyinin arasında olur. Amma tələbələri də ilk növbədə nəzərə alaraq ki, kimlərlə görüşmək istəyirlər. Bundan qabaqki son görüşümüz millət vəkili, yazıcı, publisist Elçin Mirzəbəyli ilə olmuşdu. Bugün isə Bahəddin Həzini biz dəvət elədik. Respublikanın əməkdar jurnalisti, yazıcı, publisist. Düşünürəm ki, Bahəddin müəllimlə görüş gənclər üçün çox faydalı oldu. Və onlar çox maraqlı həyat yolu keçmiş bir adamın həyat hekayəsini dinlədilər. Amma kitabın da hər birinə təqdim elədi, oxuyacaqlar. Mənlə gəlir ki, bugün bizim tanıtdığımız Bahəddin Həzi əslində o kitabda olan Bahəddin Həzinin heç 100%-i deyil. Çünki əsl istedad, əsl insan, əsl yazıcı məhz yazıda bilinir. Bahəddin özün çox xarakter etibarıyla təvazökar adamdır. Öz haqqında heç bir xoş söz demədi. Amma bu kitab onun haqqında bütün xoş sözləri deyəcək və mən gənclərə təbii ki, tövsiyə edirəm kitabı oxusunlar. Özüm də indi almışam və məmnuniyyətlə sevə-sevə oxuyacağım. Bu görüş bizim üçün çox xoş keçdi. Çünki həm ədəbi biliklər, həm də dünyəvi görüşlər haqqında, həm də siyasi görüşlər haqqında məlumatlandıq. Həmçinin bizə bu kitabı da hədiyyə elədi. Çox sağ olsun, həm də çox elə tədbir boyunca da biraz oxudum. Axıcı kitabı idi, çox bəyəndim. Bugünkü görüş çox gözəl keçdi. Bahəddin bəyə çox təşəkkür edirəm bu görüş üçün və bütün suallarımızı tam səmimi şəkildə cavablandırdığı üçün də xüsusi təşəkkür edirəm. Bugünkü gün çox gözəl və xoş oldu. Daha əyləncəli oldu. Bahəddin Həzi həqiqətən də məndə çox xoş düşüncələr buraxdı. Çünki o bizə daha doğrusu öyrətdi ki, insan nə yaşayırsa yaşasın, daima irəli getməlidir, irəli baxmalıdır, hər zaman özünü güclü saxlamalıdır və uğuru əldə etməyən hər bir insan müəyyən sarsıntılardan keçərək əldə edir. Əgər indiki gənclərə də məsələn tövsiyəm o olardı ki, əgər siz uğur əldə etmək istəyirsinizsə, yıxıldığınızda qalxın. Heç zaman pis olub yarı yolda saxlamayın. Bugünkü gün Bahəddin Həzi gəlmişdi Yazıçılar Birliyində bizim praktikamıza. Çox xoş oldu bu yazıçı ilə tanış olmaq. O bizə müharibə xatirələrindən, hərbi jurnalistika vaxtlarından danışdı. Yaşadığı çətinçilikləri gördük və başa düşdük ki, yəni həm müharibənin özünün çətinliyi, həm onun yazılarında onu əks etdirməyi maraqlı görüş oldu. Maraqlı suallar verdik, cavablarımız qamçı qane elədi. Sağ olsun. Görüşdə iştirakçılara Bahəddin Həzinin Göyün Cazibə Qüvvəsi kitabı hədiyyə olunub. Müəllif tələbələrlə söhbətləşib, onların kitablarını imzalayaraq görüşü yaddaşlarda qalacaq bir notla tamamlayıb. Nərgiz Abbasova, Bizim Yol İnfo xəbər portalı.